Hər vaxtınız xeyirli olsun dostlar. Bu dəfə sizləri Şamaxının mərkəzindən 47 kilometr aralıda olan Zarat Xeybər kəndindən salamlayıram. Kəndə gəlib çıxmaq o qədər də asan məsələ deyildi. Yəni belə deyək, bura gəlməyimi yəni asan məsələ deyəndə, yəni özümü qəhrəman kimi hesab eləmirəm. Sadəcə onu demək istəyirəm ki, bu kənddə yaşayan insanlar üçün həqiqətən gediş-gəliş məsələsi çox çətin, müşkül məsələdir. Bura çatmaq üçün Pir Saat çayından keçmək, yolsuz ərazilərdən, qayalardan, dağlardan, dərələrdən aşmaqla çatmaq mümkündür. İndi sakinlərin dilindən buradakı yaşam tərzini sizlərə çatdırıram. Valla buranın yaxşı yerdir. Şey olub ki, vətənindən çıxsın, geçsin, öz yurdundan çıxsın, geçsin. Evimiz, eşiyimiz burada. Biraz çətinliyi var. Bir neçə yağır, görürsünüz ki, yol tutulur, gələn olmur, gedən olmur. Aylarla yol olmur heç. Rayondan bizim kəndə 45-47 kilometr yoldur. Bu yolu da gedib gəlmək üçün ancaq dözümlü maşın Uvazdır. Uvaz da ki, yenə bax, Uvaz da dözmür bu yola. Mən çox xahiş edirəm, bizim bu vəziyyəti aidiyyatı qurumlara çatdırasınız ki, gör biz nə vəziyyətdə yaşayırıq. Çox xahiş edirəm, heç nə mən başqa söhbətim yoxdur. Heç olmasa bu yolumuz düzəlsin ki, əziyyət çəkməyək. 70 yaşım var. Bu 70 yaşım çoxsun, mən nə bilirəm, ömrümün axırına nə qalıb. Heç olmasa qoy bir ayda olsa, bir ildə olsa rahat yol gedib gələk də. Dəmirçiyə qədər bu asfalt çəkilib. Mən demirəm ki, bizim üçün asfalt çəkilsin. Heç olmasa çınqıl döşənər də bu yola, təmir olunar, çınqıl döşənər. Biz də rahat gedib gələrik heç olmasa. Yəni, çox xahiş edirəm, bunu aidiyyatı qurumlara çatdırasınız ki, bizim vəziyyəti görsün. Burada məktəbdə mənim dövrümdə hardasa 100-ə yaxın şagird var idi. 9 illik məktəb idi, 100-ə yaxın şagird. Hər məktəbdə aşağısı 15 nəfər, 20 nəfər şagird var. Elə sinifdə var idi ki, 20 nəfər şagird var idi. İndi məktəbimiz bağlanıb. Daha qışımız da get-gedə yollarımız da neyrahdır. Ona görə də məktəb də bağlandı. Uzqar kənd olduğuna görə müəllim də gəlmir bura.
məktəbimizi bağlayıblar. Ne bileyim vallahi indi qalmış kösəz gələn il çıxar gedə məsələn bir başqa uşaqlar yaş çatınca nəvələrim getib çıxacaq o şəhətdən. Çağır onu qalıb. Bəs burada uşaq oxumasa gələcəyi nə olar? Ne zamanıdır? Çətin, çox çətin. Allah çətin bana. Baxan yox, bir şey yox. Ne yolumuz görsə də nə vəziyyətdir. Çətini çəkiz gələndə, o da qutar. Bizi pişirək. Çox yaman gündədir qaz barəsində. Meşəmiz yox, odunumuz yox. O dərədən, təpədən, çırtdan, çıpdan. Belə quru ağaclardan zaten özümüzün ağaclarımızdır. Külə yıxmışdı bu yazda. Bu yığdıq ki, heç olmasa qışda yandıraqdı. Yandırırıq ki, yeməyimizi, çayımızı, qəndimizi. Bir də gətirdiyimiz odun bax, çırçıp odur, təndir üçün, nə bilim peç üçün, oraya üçün odun gətiririk peçə, sobaya qoymağa. Qazımızı bırakmırlar, qaz çəkilib, onlar verilmir. Səbəb nədir, hələ bilinmir. Məcburuq ki, biz də bu odunla istifadə edək, heç olmasa qışımızı vuraq başa. Ya Allah. Bu da bizim qış evimizdir, qış yatağı, otağımızdır. Sobaya peçimizi qalayırıq, odunla yandırırıq ki, istilənsin evimiz. Qazımız yox, bir şeyimiz yox. Məcburuq ki, bu odundan istifadə edək, bu çıptan istifadə edək ki, heç olmasa istilənək. Xörəyimizi, yeməyimizi bununla istifadə edirik, bununla pişiririk. Bax, beləsinə yandım, həqiqdən. Olmayıb. Mən özüm burada, anadan burada olmuşam. 54 yaşım var. Neçə illərlə biz əziyyətdə olmuşuq, zülümdə olmuşuq, söz yox ona. İşləmişik, qazanmışıq, oturmuşuq, dözmüşük. Ancaq indi bundan belə cavanlarımız heç biri qalmır. Qazımızı da çəkiblər 2 ildir. Qazımız da ki belə buraxmırlar. Nə səbəbdir, nədirsə deyirlər bugün sabah hələ ki gözləyirik. Heç bir nəticə yoxdur. Neçə dəfələrlə də müraciət eləmişik. Qaz gəlmir bizə. Ancaq indi odundan istifadə edirik də, peçlə istifadə edirik. İndi haçan buraxarlar, haçan deyəcək. Hələ daha keçənləri mən sevindim ki, qazı buraxırlar, qaz çəkilib bizə. Heç odun da gətirmədim oradan-buradan. Yanacağım da olmadı. Dedim qaz var da işlədəcəm. Belə oldu ki, qışda bu vaxtı mən odunsuz qaldım. Məcbur oldum, işıqdan istifadə elədim. İşıq da ki, çatdırmaq olmurdu. Televizyora veriləcək. Gəlmiş çay içəlim. Vallahi.